Çürümüş saçı da ideal vəziyyətə gətirmək olar. Elə müştəri var ki, şəhərdə Tənzə xanım kimi ustaların müştəriləri var. Gəldin, nə istəyirsən verir. Deyir, nə istəyirsən vur, bizə mənim saçımı sağal. Açma işləmində bizim saçımız zərrə qədər fəsad görmür. Gülünt bir şeydir, düzdürmü? Biz saçın canını alırıq, sökürüb bütün o 2 kolun 10 dənə qapısını açıb, girib o saçın içində olan mineralını, ondan sonra lipid bazasını, kükürt bağlarını, disulfid bağlarını, hamısını paramparça eləyirik saçı. Bir medulaya dəymirik, özəyinə dəymirik. Özəyinə dəysək, çünki saç qopub töküləcək ona görə. Ora qədər nə var, hamısını dağıdırıq. Ondan sonra süni pigment veririk biz saça ki, süni rəng yaradırıq. Zaten bilirik, açma işləmi saçı qurudur. Amma onun bərpa qaydaları üçün də sağ olsunlar ki, gözəl məhsullar gətirirlər. Biz istifadə edirik, amma yenə də ay biz saçı ziyan vermədik deyə bir şey yoxdur. Lüboy məhsulun özünün plus da var, minus da var. Sağ olsunlar. Elə insanlar var ki, deyir, mənim məhsulum idealdır, dünyada tayı yoxdur. Amma xanım deyir ki, nanoplastikanın minusları da var ki, biləsiniz. Sağ olun, var olun, təşəkkür edirəm, amma sevirik sizin nanoplastikanı.